YouTube kanalımız izləyiciləri sizlərə 4 sot torpağın içində şəxsi tikili 4 otaqlı paket kupçalı həyət evini təqdim edirəm dostlar. 4 sot torpağın içindədir. Yenə deyirəm, şəxsi tikilidir. Həyətində gördüyünüz kimi əkin əkilib, evin sağ tərəfində, evin sol tərəfində var. Putla açılıb bağlanan jalüzlü darvaza, qapısı addenidir. Bu gördüyünüz daşlar hamısı ağlay daşlardır. Ümumiyyətlə evin bütün hasarınçı, evin fasadının özü də ağlay daşlardır. Belə gözəl işıqlar yaradılıb. Baxın, yerdən 12-13 daş kürsüdədir. Kamera sistemləri yerindədir. Çox gözəl evdir, çox qəşəng evdir dostlar. Evin həyətində də əlavə olaraq ayaq yolu var, ayaq yolusu var. Evin solundan da evin arxasına keçmək olur. Sağ hissəsindən də evin arxasına keçmək olur. Dostlar, buralar padvaldır. İndi göstərəcəm sizə. Pəncərələr şəbəkədir, qara pəncərələrdir. Bütün otaqlar qara pəncərədir. Böyük bir balkonu var, balkonlu evdir. Yəni bisetka olmasa belə həyətində. Baxın, buradan da evin arxasına keçmək olur. Bisetka olmasa belə, yəni balkonu böyükdür. Demək olar ki, bisetka əvəzidir. Baxın, həyət də belə. Balkonu göstərim sizə dostlar. Baxın, böyük bir balkonu var. Görürsünüz? Böyük bir balkonu var, superdir. Balkonun içində nə deyirlər buna? Kebapxanası, yəni manqanisi var, su moydadır yeri var. Belə bir balkondur, böyükdür. Gələcəkdə dostlar, baxın. Gələcəkdə buranı cam balkon eləsəz, vapşı böyükdür də, yəni superdir. Baxın, evin ətrafı hamısı yaşayış yerləridir. Kommunallarına söz olmaz. Evin sağ tərəfini göstərdim sizə, keçmək olur. Bu da evin sol tərəfidir. Baxın, pləkanlarla düşürük evin arxa hissəsinə. Baxın dostlar, bura evin geniş koridorudur. Böyük koridoru var. Bura zalıdır. Böyük bir zalı var. Baxın. Gəlirik bura evin mətbəxidir. Deməli, evdə necədir söhbət? Mətbəx, koridor, bir də hamam, tualet, isti poldur. Burada evin birinci yataq otağıdır. Gəlirik bura. Bura evin ikinci yataq otağıdır. Baxın, evin arxasını buradan sizə göstərim. Burada da evin arxa hissəsidir. Baxın. Kamerası var. Bura arxasıdır. Bu da ehtiyac su çərnidir. Çox gözəl evdir. Çox qəşəng evdir dostlar. Burada evin üçüncü yataq otağıdır. Dostlar, evdə 3 yataq otağı, bir zal var. Ümumilikdə 4 otaqlı paket kupçalı həyət evidir. Dostlar, ev yerləşir bu zonada, Vişnovka tərəfdə, yəni tanıyanlar tanıyır. 322 nömrəli məktəbin yaxınlığı. Dostlar, 322 nömrəli məktəbin yaxınlığı. 4 sotun içində 4 otaqlı paket kupçalı həyət evidir. Qiyməti 210.000 manatdır. Nağd alıcıya qiymətdə indirim olunacaq dostlar. Əlaqə saxlayarsınız, çox gözəl evdir, çox qəşəng evdir.